Salam dəyərli müdavimlər, abituriyentlər. Xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Şirvanşahlar dövləti, Kəsranilər sülaləsinin son hökmdarları dövründə və Dərbəndilər sülaləsinin ilk hökmdarı 1-ci İbrahim Dərbəndinin dövründə. Vaxt itirmirik, mövzumuza keçirik. Kəsranilər ikinci hissə. Deməli, hələ 1-ci Axsistanın dövründən başlayaraq Kəsranilər Xarəzmşahlarla dostluq münasibəti saxlayırdılar. Bunun səbəbi o idi ki, 1-ci Axsistan deməli, qonşuluqdakı siyasi prosesləri ciddi izləyirdi və Xarəzmşahların gücləndiyini görürdü. Daha sonra 3-cü Fəriburs 1225, demək 1243-cü ildə hakimiyyətdə olub. 3-cü Fəriburs 1227-ci ildə Xarəzmşah Cəlaləddinə tabe olur. 100.000 dinar məbləğ xəracla deməli tabe olur, öz daxili müstəqilliyini qoruyur. Biz bunu Cəlaləddinin yürüşlərində danışmışıq. 1231-ci ildə Monqol hücumlarına məruz qalır. 1239-56-cı illərdə isə Ali Monqol xaqanlığının tərkibində olur Şirvanşahlar. İkinci Axsistanın dövrü 1243-1260-cı illərdir. İkinci Axsistan 1256-58-ci illərdə Hülaki deməli hücumlarına məruz qalır. Dağıntılardan xilas edə bilir ölkəsini, belə ki, tabe olur, Hülaki xana itaat göstərir. Öz adına pul kəstirməyə davam etsə də Şirvanşahlar, amma deməli, təmtəraqlı titullar ki var, onlardan imtina edirlər, Elxanilərin adından çıxış edirdilər. 1330-cu illərdə, yəni 14-cü əsrin 30-cu illərində daxili müstəqillik yenidən bərpa olunur Şirvanşahlarda. Deməli, bu zaman çobanələrin hücumu da baş verir, o hücumun da qarşısı alınır Şirvanşahlar tərəfindən. Kavus İbn Keykubat 1345-1372-ci il. Bu da Kəsrani deməli hökmdarıdır. Deməli Elxanilərin süqutundan sonra aktivləşir, fəallaşır. Əvvəllər Şeyxüveys hakimiyyətini yaymağa çalışsa da Cəlairi Şeyxüveys tabe olmur, xəracdan da imtina edir Kavus İbn Keykubat. Amma onun Təbrizə hücumu, yəni Kavus İbn Keykubatın Təbrizə hücumu artıq 1367-ci ildə Şeyxüveysin Şirvana hücumu ilə nəticələnir. Yəni Şeyxüveysin Şirvana hücumunun səbəblərindən biri də Kavusun Təbrizə hücumu idi. Kavus tabe olur, deməli Cəlairilər dövlətinə. Sonra hakimiyyətə Hüşəng gəlir. Sonuncu Kəsrani nümayəndəsi Hüşəng 1372-1382-ci illərdə hakimiyyətdə olur. Dövləti möhkəmləndirən addımları atır, Muğanı tabe edir, Muğan ərazisini tabe edir, amma qəddarlığı ona qarşı üsyana səbəb olur. 1382-ci ildə üsyan nəticəsində hakimiyyətdən devrilir və Kəsranilər sülaləsinin hökmranlığı Şirvanşahlar dövlətində deməli sona çatır. Sonra hakimiyyətə gəlir Şirvanşahlarda Dərbəndilər sülaləsi. 1382-1538-ci illər Dərbəndilər sülaləsinin hakimiyyətinin dövrüdür Şirvanşahlarda. İlk Dərbəndi hökmdarı 1382-ci ildən 1417-ci ilə kimi hakimiyyətdə olmuş 1-ci İbrahim Dərbəndidir. Yoxsullaşmış əyan nəslindən idi. Şəkidə xırda torpaq sahibi idi İbrahim və ata-babası əvvəllər Dərbənd hakimləri olduğu üçün sülalə də onun gəlişi ilə Dərbəndilər sülaləsi adlandı. 1386-cı ildə 1-ci İbrahim Qarabağda olan Teymurun yanına gedir və Teymurilərə tabe olur, itaat göstərir. Bununla da ölkəsinin daxili müstəqilliyini qoruyur. Dəyərli yoldaşlar, 1386-cı ildə Teymurla 1-ci İbrahimin bağladığı ittifaqın şərtləri aşağıdakılardır. Teymur 1-ci İbrahimi Şirvan hakimi kimi tanıyır. Şimal sərhədlərinin mühafizəsini 1-ci İbrahimə tapşırır. İbrahim də qarşılığında Osmanlı və Qızıl Ordu yürüşlərində Teymurun yanında iştirak edir. Dəyərli yoldaşlar,
Teymurla ittifaqın nəticəsi nə oldu? Bunlar ayrı-ayrı test suallarıdır, diqqət edin. Nəticəsi bu oldu. Birinci İbrahim daxili müstəqilliyini qorudu. Toxtamışa qarşı sadiq müttəfiq qazandı. Yəni Teymur onun Toxtamışa qarşı sadiq müttəfiqi idi. Toxtamışın hücumlarından ölkəsini xilas edə bildi. Siyasi hərbi cəhətdən qüvvətləndi Şirvanşahlar. Bu ittifaqdan sonra şimal sərhədləri möhkəmləndi. Şirvanşahların şimal sərhədləri möhkəmləndi. Hətta 1-ci İbrahim öz təsirini yaydı hara? Qarabağa, Şəkiyə, Dərbəndə, Qəbələyə. Bu ərazilərə də öz təsirini yaydı. Çünki onun Teymur kimi nəhəng müttəfiqi var idi. Bəs 1-ci İbrahimin Teymura meyl etməsinin, onun tərəfinə keçməsinin səbəbi nə idi? Axı onun qonşuluğunda Toxtamış var idi. Səbəb bu idi. Toxtamış daha yaxın təhlükə idi. Və deməli Teymura bu əraziləri idarə etmək üçün etibarlı bir adam lazım idi. Çünki Teymur uzaqdan gəlmişdi, mütləq səfərlərdə idi, qayıdırdı və həmin dövrdə ona sadiq bir adam lazım idi. Bunları deməli görən, bunları öncədən anlayan, uzaq görən siyasətçi 1-ci İbrahim Teymura meyl etdi. İndi keçirik 1-ci İbrahimin Azərbaycanı birləşdirmə cəhdlərinə. Demək ki, 1405-ci ildə Teymur ölür, vəfat edir. Hakimiyyət mübarizəsi başlayır. 1405-ci ildən 1410-cu ilə kimi Azərbaycan torpaqlarında hakimiyyət mübarizəsi gedir. Kimlər arasında? Şirvanşahlar, Cəlairilər, Qaraqoyunlular arasında hakimiyyət ələ keçirmək uğrunda Azərbaycanda mübarizələr başlayır. Teymurilər isə öz hakimiyyətlərini qorumaq istəyirdilər. Yəni əllərində bu hakimiyyəti saxlamaq istəyirdilər. Dolayısıyla Şirvanşahlar, Cəlairlər, Qaraqoyunlular və Teymurilər arasında Azərbaycanda möhkəmlənmək uğrunda mübarizə gedirdi. Amma bu dönəmdə Teymurilərə qarşı xalq üsyanları var idi. O xalq üsyanı xüsusən də Təbrizdə özünü daha çox göstərəcək. 1-ci İbrahim Teymurun ölümündən sonra 1405-ci ildə Teymurilərə olan itaətdən çıxdı və hətta onlara qarşı mübarizəyə başladı. 1405-ci ildə Gəncə və Qarabağın xeyli hissəsini tutdu 1-ci İbrahim. 1405-ci ildə Kür döyüşü baş verdi. Kür döyüşündə 1-ci İbrahim deməli Teymuri Öməri məğlub elədi. Teymuri Öməri məğlub elədi. Bu zaman Kür döyüşündə 1-ci İbrahimin müttəfiqləri, bu da test sualıdır, diqqətli olun. Müttəfiqləri Gürcü hökmdarı, daha doğrusu Kaxetiya hökmdarı Konstantin, Seyid Əhməd Şəki hakimi, Ərdəbil və Gəncə hakimləri Kür döyüşündə 1-ci İbrahimin müttəfiqləri idi. Deməli, Kür döyüşünün nəticəsi nə oldu? Bax, bunu da unutmayın. Kür döyüşünün nəticəsi Şəki, Şirvan və Gürcüstanda Teymuri ağalığına son qoyuldu. Diqqət edin. Şəki, Şirvan, Gürcüstanda Teymuri ağalığına son qoyuldu. 1406-cı ildə biz nə demişdik? Teymurilərə qarşı üsyanlar var idi. Teymuri Əbu Bəkirə qarşı üsyan oldu Təbrizdə. Bir sıra ərazilərdə oldu, amma Təbriz burada əsas götürülür. Təbriz əhalisi deməli Teymurilərə qarşı mübarizə dönəmində 1-ci İbrahimi köməyə çağırdı. 1-ci İbrahim köməyə çağırıldı. İbrahim də öz qoşunu ilə 1406-cı ildə Təbrizə daxil oldu və qısa müddətə, yəni 2 ay müddətinə Azərbaycanın böyük bir hissəsini vahid halda birləşdirə bildi. Təbrizə gələn kimi İbrahim vergiləri nizamladı, qayda-qanun yaratdı. Qısa bir müddət dediyimiz kimi Azərbaycanın böyük bir hissəsini vahid halda birləşdirə bildi. Amma məlumat gəlir ki, İbrahimə Cəlairi Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif qoşunları ilə birlikdə Təbrizə doğru hərəkət edir. Bunu öyrənən 1-ci İbrahim Təbrizi tərk etdi. Və Azərbaycan uğrunda qəti mübarizə Sultan Əhməd və Qara Yusif ittifaqı ilə, bunlar 2 nəfər müttəfiq idi, Teymuri Miranşah və oğlanları arasında davam etdi. Sultan Əhməd, Qara Yusif müttəfiqdilər.
Onlar Azərbaycan uğrunda mübarizə aparırlar. Kimə qarşı? Teymuri, Miranşah və oğlanlarına qarşı. 1407-ci ildə 1-ci İbrahim Şərqi Gürcüstana hücum etdi. Şərqi Gürcüstanı deməli tabe etdi, Gürcü hökmdarını məğlub etdi və hakimiyyətini Şərqi Gürcüstana yaydı. Dəyərli yoldaşlar, mövzumuz bu qədər. İzləmədə qalın, videolara davam edirik.